Salam, sabahınız xeyir olsun. 26 may 2026-cı il tarixidir. Yaz fəslinin 66-cı, Zülhicce ayının 9-cu günüdür. Həftənin isə ikinci çərşənbə axşamı günüdür. Və hər birimizə bu günü gözəl keçirməyə arzu edirəm. Bununla yanaşı 26 may günündə kimlər işləri arxasınca gedir, işləri ilə, iş yerlərində, ofislərində məşğuldurlar. Eləcə də evdə ev işləri ilə, evdarlıqları ilə məşğuldurlar. Hər birini salamlayıram, hər birinə can sağlığı, işə vaxtlığı, sülh-əmin-amanlıqlı, firavanlıqlı, xoş xəbərli bir gün keçirməyə arzu edirəm. 26 may günündə kimlər təhsili ilə məşğuldurlar, məktəblər, orta ixtisas, ali məktəb tələbələri, eləcə də digər təhsili ilə məşğul olan şəxslərə can sağlığı, zehin açıqlığı, işə vaxtlığı arzu edirəm. Arzu edirəm qarşılarına qoyduqları məqsədə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişsinlər. 26 may günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, qalanlarına can sağlığı, səbir diləyirəm. 26 may günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlarım. Can sağlıqlı, gözəl, xoş xəbərli, sülh, əmin-amanlıqlı, firavanlıqlı bir gün keçirmələrini arzu edirəm. 26 may günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birinə can sağlığı arzu edirəm. Bu günlərini gözəl qeyd etməyə arzulayıram. Bu münasibətlə hər birini təbrik etmiş oluram. 26 may günündə də tarixi günlər vardı. İlk olaraq dini gün olaraq bu günlərim demək Ərəfə günüdür. Qurban bayramından əvvəl bir gündür ki, qeyd olunur. Və kimlər bu gündə oruç tutublar, niyyət ediblər, ibadətləri ilə məşğuldurlar. Hər birinə can sağlığı, ibadətlərinin, oruclarının, niyyətlərinin qəbula keçməsini arzu edirəm. 26 may 451-ci ildə Sasanilərlə Qafqaz xalqlarının Birləşmiş ordusu arasında xalqal döyüşü baş verdiyi gündür. 26 may 946-cı ildə Ederd İngiltərə şahı elan edildiyi gündür. 26 may 1889-cu ildə Eyfel qülləsində ilk lift istifadəyə verildiyi gündür. 26 may 1896-cı ildə isə Rusiyanın sonuncu çarı 2. Nikolay taxta çıxdığı gündür. 26 may 1908-ci ildə İranın Məscid Süleyman şəhərində Orta Şərqdə ilk neft yatağının aşkar edildiyi gündür. 26 may 1918-ci ildə Gürcüstan Demokratik Respublikasının yarandığı gündür. 26 may 1993-cü ildə Azərbaycan Respublikası ilə Madagaskar arasında diplomatik əlaqələr qurulduğu gündür. 26 may 2006-cı ildə İndoneziyada baş vermiş zəlzələ zamanı 5700 nəfər insanın ölməsi və eləcə də 200 min nəfər insanın öz ev işlərindən ayrı düşməsi ilə nəticələndiyi gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.